Hörmətli cənab prezident, hörmətli Gənclər İdman naziri Fərid Qayıbov, çox hörmətli Heydər Əsədov Milli Məclisimizin bizim deputatımız. Sizə müraciət edirəm. Qatı Edarçı, Yeni Şirvan İnfo Az saytının baş redaktoru, Qatı Edarçı, Gözlənillər Cəmiyyətinin Şirvanın regionalın sədr müavini kimi ictimai fəal sözünü deyən kişi. Nədir mənim müraciətim? Bir ay bundan qabaq müraciət eləmişdim öz saytımda. Həmən baba idman zalı haqqında. Qapısında yenə zamoklar. Çox maraqlı haldır. Cənab prezident, siz idmana elədiyiniz, verdiyiniz liqotlar heç bir ölkədə yoxdur. Siz rəhbər seçiləndən dünya çempionu, Avropa çempionu, bütün dünyanı biz qələbə ilə sallar. Bir dənə futboldan başqa. O futbol da düzələcək Allahın köməyi ilə. O da olmalıdır. Niyə bu reaksiya verilmir? Ha Fərid Qayıbov, təzə nazir seçilmişsən. 61-ci ildən bura fəaliyyət göstərir. Bax bura. Müraciət eləyirəm. Bütün idmançılar mənə müraciət eləyir. Ağsaqqal, sayt rəhbərisən, Qatı Edarçısan, 91-ci ildən olan ideyalar yaşayan adam. Onu sözün deyən ki. Bir ay bundan bütün Respublika baxıb, reaksiya verən yoxdur. Bir adam deyir ki, avala nədir sənin dərdin? Nə deməkdir bu? Niyə? Bu boyda zal 61-ci ildən fəaliyyət göstərir. Bunu bağlamışsın, dəmir qapı dərbənd eləmişsin. Buna bax. Gəl bura. Buna bax. Buna bax. Buna bax. Buna bax. Zavara bax. İçəriyə bax. Niyə bura bağlanmalıdır? Mənim çıxışıma ictimai fəal, dövlətçiyə İlham Əliyevi dəstək olan Qatı Edarçının müraciətini reaksiya, bütün Şirvanı, Köhnə şəhər hamısı mənə müraciət edir. Ki, Ağsaqqal, o vaxtı müraciət elədi, bura bağlandı. Yəni burada antisantariya, üzlənirək, ayaq yolusu işləmirdi, yer, polo xarab, çox pis, acınacaqlı vəziyyəti. Burada insan, cavan uşaqlar burada idman eləyə bilməz. Amma bunu tədbirin görün, bu nə deməkdir? Cənab prezident, siz həmişə belə şeylər diqqətsiz, böyük diqqət. İdmana sizdən yenə təkrarsınız, böyük siz bura sərmayə qoyursunuz. Bu boyda bina, möhtəşəm bina. Necəni bura Köhnə şəhər cəmaatı təşərə gedir. Bunun məsələsini niyə həll eləməyək? Bu Fərid Qayıbov, cavan oğlansan maşallah. Nədir bura sərmayə qoymağa? Bunu verin, buranı düzəlsin. Elə səsimizi qaldırırıq, sos siqnalımızı, həyəcan siqnalımızı, baxan yoxdur. Cənab nazir, sənə müraciət eləyirəm. Xahiş edirəm, siz, cənab prezident, sizi böyük bir nazir səviyyəsində sizə iş verir. Bunu biz yoxlayın, bunu nə məsələdir? Bunun haqqında nəyə tədbir görünmür? Müraciət edirik, reaksiya verən yoxdur. Xahiş edirəm, buna reaksiya verilsin. Minnətdaram sizə, cənab prezident, cənab nazir, həmin bizim deputatımız Heydər Əsədov. Sizə də müraciət edirəm.